Gündür salam gündür. Hər vaxtınız xeyirli olsun əziz və dəyərli izləyicilər. Birlik Liqası həvəskarlar adlanan futbol turnirində Ramanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz və dəyərli xatirəsinə həsr olunmuş futbol turnirində hər birinizi salamlayırıq. Demək, komandaları sizlərə təqdim etmək istəyirəm. Qara geyimdə, qara formada Rossoneri komandası, sarı geyimdə isə Yeni Ramana komandası. Hər iki komandaya uğurlar. Ümidvarıq ki, maraqlı və baxımlı oyun izləyəcək. Qeyd etmək istəyirəm ki, çempionatımızın ilk turunun 2-ci oyun günü. Rossoneri komandasının hücumu. Yeni Ramana komandası əş hücuma hazırlaşır. Top Rossoneri komandası qarşılıqlı top itkiləri, gözəl hərəkətlər və top yan xəttdən Yeni Ramana komandası oyuna daxil edir. Yanlış ötürmə. Rossoneri komandasının hücumu, qapıya zərbə və az fərqlə top qapıdan yan keçir. Rossoneri komandası daha bir cəhd. Dəqiqələri top Rossoneri komandasında. Qısa ötürmələr. Gözəl hərəkətlər. Ötürmə yanlış. Elə ki, oyunlar davam edir, oyunlar bitməyib. Top Rossoneri komandasında. Rossoneri komandasında. Tələffüzümdə yanlış olsa, üzrlü hesab edəsiniz. Gözəl ötürmələr. Yenidən Rossoneri komandası yan xəttdən topu meydana daxil edəcək. Təşəbbüs ilk dəqiqələrdən Rossoneri komandasında, Yeni Ramana komandası daha çox əks hücumlara bel bağlayır. Mərkəzdən indirilən zərbə və top yan xəttdən davam edir. Yeni Ramana komandası əks hücumda. Oy, zərbə gözəl. Düz qapçının üzərinə. Yeni Ramana komandasında top. Yeni Ramana komandası. Hücum cəhdi. Yan xəttdən Rossoneri komandası top oyuna daxil edəcək. Qapıya zərbə, əslində düşüncə gözəl. Qapçı Tunar. Yeni Ramana komandası qapçı Tunarın qapçı zərbəsi ilə bax. Ramana komandası gözəl ötürmə, cinah dəyişilir. Rossoneri komandası müdafiəsi vaxtında müdaxilə edir. Yavaş-yavaş oyunumuzun şiddəti artır. Rossoneri komandası komanda yoldaşını axtarır. Komanda ay. Top itkisi. Yan xəttdən. Yan xəttdən. Rossoneri komandası fair play və gözəl nümunə. Oyuncu topun ondan çıxdığını bildirir və out əl dəyişir. Rossoneri komandası hücuma çıxmağa çalışır. Gözəl ötürmələr. Top qapçı vuruşu ilə Yeni Ramana komandası. Tunar birbaşa həmkarına. Rossoneri komandasının qısa ötürmələr. Çox yerində edilən hərəkət. Qapçı vuruşu ilə top oyuna daxil edilir. Rossoneri komandası bu dəqiqələrdə təzyiq göstərir və top qazanılır. Çətinliklə də olsa Suraxanı üzr istəyirəm. Yeni Ramana komandası topu gözəl hərəkətlər və cərimə zərbəsi.
Rossoneri komandası cərimə zərbəsi vurmağa hazırlaşır. Qapıya zərbə və top kün zərbəsi ilə meydana daxil ediləcək. Rossoneri komandasının hücumu davam edir. Canlı sətdən top keçmədi. Rossoneri komandası hücumda. Qapıya zərbə və gol! Oyunda hesab açılır. Rüfətin zərbəsi və hesab açılır. 1-0. Rossoneri komandası Yeni Ramana komandası ilə oyunda hesabda önə keçir. 1-0. Maçın 6-cı dəqiqəsində. Qapıya daha bir zərbə, Tunardan gözəl reaksiya. Bu dəqiqələrdə anlaşılmazlıq baş verir müdafiə xəttində. Toparlanmaq lazımdır. Davam edir. Yeni Ramana komandasının Rossoneri komandası baxın necə pres tətbiq edir. Gözəl hərəkətlər, mükəmməl. Hücum davam edir. Ötürmə gözəl. Zərbə tamamlamaq olacaqmı? Gözəl. Müdafiəçilərdən Emildən müdaxilə. Rossoneri komandasının oyuncusundan. Yeni Ramana komandası hücum cəhdi. Rossoneri komandasına əks hücum cəhdi. Qarşılıqlı top itkiləri. Oy, gözəl müdaxilə müdafiəçilərdən. Yeni Ramana komandası yeni hücum qurmağa çalışır. Yan xəttdən təkrar Yeni Ramana komandası. Tunar, qapıcı Tunar. Elvin'in ötürməsi. Rossoneri komandası da əks hücuma çıxmağa çalışırdı ki, Yeni Ramana komandası mərkəzdən hücuma doğru. Qapıya zərbə və az fərqlə. Azacıq fərq hesabın bərabərləşməsinə mane olur. Yeni Ramana komandası da öz gücünü göstərir bu hücumla. Əbəs yerə bir çempionata qatılmadığını, öz iddiasını ortaya qoyur. Yeni Ramana komandası təzyiq və burada nə baş verir? Qapıcı vuruşu ilə top meydana daxil edilir. Top torları yan tərəfdən toru seçələdi. Rossoneri komandasının hücumu. Rossoneri komandası hücum qurmağa çalışır. Mərkəzdə top itkisi. Yeni Ramana komandası. Gözəl ötürmə. Qapıcıdan gözəl müdaxilə. Müdafiəçilər özünü çatdırır. Burada nə baş verir? Yan xəttdən Yeni Ramana komandası topu meydana daxil edir. Güclü pressing və Rossoneri komandası topu qazanır. Ay. Qapıcı vuruşuyla Yeni Ramana komandası. Qapıcı vuruşuyla Tunarın ötürməsi ilə Ramana komandası qapıcı Tunarın hücumun başlanğıcı ondan gəlir. Yeni Ramana komandası öz qol axtarışında əlbəttə ki bu hesabla barışmaq istəmir. Düşüncə gözəl və müdafiəçilərdən müdaxilə. Rossoneri komandasında komanda yoldaşlarını axtarır. Ötürmə gözəl. Daha bir gözəl ötürmə. Qapıcı Tunardan mükəmməl reaksiya. Hesabın artmasına imkan vermir. Həmlə davam edir. Rossoneri komandası hesabı artırmaq istəyir. Yeni Ramana komandası isə bərabərlik üçün cəhd edir. Gözəl hərəkətlər. Gözəl hərəkətlər. Bir anlıq gözlədi, başa düşüləndi. Komanda yoldaşlarından dəstək axtarır. Mükəmməl, top itkisi baş vermədi və gol! Bəli, azarkeşlərin də dəstəyi var. Əlbəttə başa düşülən yerli komanda. Onlar qələbə əzmi ilə meydana çıxmışlar. Qolu vuran. Nizat hesabı bərabərləşdirir. Mükəmməl hücum. Əl-əxsusla komanda yoldaşının orada sona qədər mübarizə aparması və qolu gətirir. Hesab bərabərləşir. Yeni Ramana 1, Rossoneri komandası 1. Top Rossoneri komandasında.
Qısa ötürmələr. Komanda yoldaşlarını axtarır və Yeni Ramana komandasının təzyiqi sayəsində top qazanılır. Yeni Ramana komandası Rossoneri komandasının eş hücumu. Top hələ ki onlarda. Bir qədər hücumun səmti dəyişir. Yavaş-yavaş müdafiəçilər yerin alır Ramana komandasında. Gözəl ötürmə. Oy oy oy. Hücum davam edir. Müdafiəçilərin müdaxiləsi, gözəl hərəkətlər. Ay ay ay, bir-birini anlamadı. Hücum davam edir. Qapıya zərbə və gol! 2-1. Yenidən Rossoneri komandası. Rüfətin zərbəsi və hesab 2-1. 2-1. Mükəmməl. Hissənin ortaları və getdikcə oyunda gərginliyi artır. Əlbəttə. Bizi də sevindirir. Çempionatımızın biri-birindən baxımlı qollar. Gözəl hücum və gözəl qol. İndi isə Yeni Ramana komandası hücum qurmağa çalışır. Hələ ki komanda yoldaşlarını axtarır və top itkisi top Rossoneri komandasında. Yeni Ramana komandası top qapıcıda. Rossoneri komandası yenidən hesabda önə keçir, amma Ramana komandası əlbəttə barışmaq istəmir. Oy 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 oy. Gözəl hərəkətlər və son anda müdaxilə müdafiəçilərdən. Top Rossoneri komandasında. Rossoneri komandası eş hücuma. Yeni Ramana komandasından gözəl müdaxilə. Hücum davam edir, zərbə. Düşüncə gözəl, amma dəqiqliyi çatmadı. Yeni Ramana komandası qapıcı vuruşu ilə topu meydana daxil edir. Gözəl hərəkətlər hələ ki. Top Yeni Ramana komandasında. Gözəl hərəkətlər. Baxın necə əzmkar mübarizə gedir. Ay ay ay. Hər iki komanda istəkli, iddialı. Canla, ürəklə mübarizə aparır. Əhsən hər iki komanda. Rossoneri komandası gözəl ötürmə, hücumun səmti dəyişir. Qapıya zərbə və az fərqlə. Qapıcının da nəzarəti var idi bu epizoda, amma hər iki həmlə gözəl idi. Qapıcı vuruşu. Yeni Ramana komandası. Gözəl hərəkətlər və cərimə zərbəsi. Yanılmıramsa. Yeni Ramana komandası mərkəz xətti yaxınlığından cərimə zərbəsi ilə topu oyuna daxil edilir. Oyun qaldığı yerdən bərpa olunur və oyunun baş hakimi Elşən Məmmədov öz qeydlərini aparır. Yeni Ramana komandası cərimə zərbəsi ilə oyunu təkrar başladı. Oyun qaldığı yerdən davam edir. İlk hissələrin sonlarına doğru yaxınlaşırıq. İlk hissənin, üzr istəyirəm. Yeni Ramana komandasında. Yeni Ramana komandası qol axtarışında əlbəttə onlar hesabla barışmaq istəmir. Rossoneri komandasını isə hələ ki hesab qane edir. Gözəl düşüncə, amma top keçmədi. Qarşılı top itişləri. Top Rossoneri komandası, mükəmməl hərəkətlər. Qapıya zərbə və az fərqlə. Daha yaxşı hücumu sonlandırmaq olardı. Yeni Ramana komandası topu oyuna daxil edir qapıcı vuruşu ilə. Gözəl ötürmə və tam qapıcının nəzarəti ilə. Yenə gəlir Əminin yanına. Top Emildə. Rossoneri komandası qol axtarışında daha bir qol.
2-1 hesabı Rasener komandası Yeni Ramana komandasından öndə 2-1 hesabı ilə, amma hesab tam arxayınlıq verə bilməz. Rasener komandası hücum davam edir, top itkisi. Yeni Ramana komandasındadır top. Gözəl hərəkətlər. Ötürmə və qapıcıdan müdaxilə. Son anda. Düz ötürmə də biraz qüvvətli alınmışdı. Buna baxmayaraq ötürmə. Top Yeni Ramana komandasında. Top itkisi. Hücumun şiddəti nisbətən azalsa da top Yeni Ramana komandasında, Rasener komandası. Topu qarşılıqlı top itkiləri. Belə bu dəqiqələrdə belə demək olarsa. Yeni Ramana komandası qısa ötürmələr. Top Yeni Ramana komandasında. Yan xəttdən. Gözəl ötürmə. Burada nə baş verir? Oyun davam edir. Rasener komandası qol axtarışında Yeni Ramana komandası əks hücum. Qapıcıdan mükəmməl müdaxilə. Qapı boş, müdafiəçilərdən gözəl müdaxilə. Hesab dəyişmir. Yan xəttdən top oyuna daxil edilir. Gözəl hərəkətlər. Top Rüfətdə. Qapıya zərbə və qapıdan gözəl reaksiya. Top Rasener komandasında. Onlar tələsmirlər. Bəli, bu hesab onları qane edir. Amma Yeni Ramana komandası da heç də bu hesabla barışacağı düşünülmür. Hər iki komanda gözəl ötürmə. Ay, qapıya birbaşa zərbə. Rasener komandası qısa ötürmələr. Rüfət komanda yoldaşlarını axtarır. Qapıya zərbə, Tunarın reaksiyası və təkrar zərbə yenə. Mükəmməl. Sadəcə əhsən. Hələ ki oyun davam edir. İndi isə Yeni Ramana komandası hücumda çox hala bilsələr mükəmməl hərəkətlər. Gözəl hərəkətlər. Yeni Ramana komandası qol axtarışında. Top Sadiqdə. Qapıya zərbəsi və qapıcıdan. Elə də çətin top olmadı. Rasener komandası top itkisi. Yeni Ramana komandası. Qapıya zərbə, az fərqli aralı. Rasener komandası qapıcı vuruşu ilə oyuna daxil etdi topu. İlk hissənin sonlarına yaxınlaşırıq, qeyd etmək istəyirəm. Rasener komandası qol axtarışında gözəl hərəkətlər, qapıya zərbə və qapıcıdan gözəl reaksiya. Əks hücum Yeni Ramana komandası müdafiəçi son anda gözəl müdaxilə. Rasener komandası gözəl düşüncə alınmadı. Ötürmə topa çatır. Amma hücumda komanda yoldaşlarını axtarır. Yan xəttdən Yeni Ramana komandası. Hücumun səmti dəyişir. Ötürmədə səhv. Rasener komandası hücuma çıxmağa çalışır. Biraz top sürətli, azacıq fərqlə. Yan xəttdən Yeni Ramana komandası oyuna başladı. Ötürmə gözəl, müdafiəsindən gözəl müdaxilə. Yeni Ramana komandası korner ikinci zərbəsi ilə oyuna daxil etdi. Əks hücum Rasener komandasından. Hücumda çox ala bilsələr şiddəti artar hücumun.
Gözəl ötürmələr. Qapıya zərbə və Tunarın müdaxiləsi. Yanılmıramsa, bəli. Qapıcıdan gözəl ötürmələr, gözəl zərbə və hakim bildirir ki, top hərəkətdə olmamalıdır. Oyuncular xüsusən buna diqqət etməlidirlər. Top hərəkətdə olduğu zaman əks sərhə top verilir, təqdim olunur. Yeni Ramana komandası hücuma çıxmağa çalışır. Rasaneri komandasından da təzyiq, pres göstərilir, nümayiş edilir. Top itkisi, amma yenidən top Rasaneri komandasında. Oyun qaldığı yerdən bərpa olur. Rasaneri komandasında top. Qapıya zərbə və Tunardan gözəl reaksiya. Hər iki hərəkət gözəl idi. Zərbə və reaksiya. Baş hakim Elçən Məmmədovun işarəsi və cərimə zərbəsini Ramana komandası başladı. Oyun davam edir. Top çıxmadığını bildirir. Top itkisi, amma müdafiəçilər özünü getirir topa. Türmələr gözəldir, amma orada bir sıxlıq var ki, çətin məsələdir oradan yayınmaq və kün zərbəsi Rasaneri komandasından. Top Gündüzdə. Ötürməsi alınmadı. Gündüz ta geriyə doğru. Qapıçıya doğru ötürmə. Komanda yoldaşına top Gündüzdə. Bəli, gözəl ötürmələr. Qısa xırda paslar. Qapıya zərbə. Blok gəlir. Top itkisi var. Amma sona qədər mübarizə. Çox əzmkarlıq və gərgin mübarizə davam edir. Ötürmə gözəl. Müdafiəçilər özünü çatdırır. Top Kamranda. Qapıya zərbə. Blok gəlir. Daha bir müdaxilə, gözəl hərəkət. Alınmadı və əksizin top yenidən Rasaneri komandasında. Komanda yoldaşlarını axtarır, zərbə və gol! Ülvinin zərbəsi və hesab 3-1, hissənin sonuna yaxın. Rasaneri komandası hesabı 3-1. 3-1 edir və gözəl qol, mükəmməl zərbə. Fitnə başlayır. Təzdən başla. Fitnə. Oyun bərpa olunur qaldığı yerdən. Hesab 3-1. Yeni Ramana komandası 1, Rasaneri komandası 3. Qara formada Rasaneri komandası, sarı geyimdə isə Yeni Ramana komandası. Rasaneri komandası daha bir əks hücum. Nə baş verdi burada? Zərbə alınmadı istənilən kimi. Qapıda komanda yoldaşlarının öz etirazını bildirir. Çox sərbəst müdaxilə. Rasaneri komandası gözəl. Top hələ ki Ülvüdə. Ülvünün zərbəsi və Tunar. Gözəl reaksiya. İki gözəl həmlə. Top birbaşa qapıya doğru və ilk hissə. Oyunun baş hakimi Elçən Məmmədovun ilk hissənin bitdiyini söyləyir və az fasilədən sonra yayımımız davam edir. Bir daha hər vaxtınız xeyir əziz və dəyərli izləyicilər. Birlik Liqası Ramana qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz və dəyərli xatirəsinə həsr olunmuş futbol turniri ikinci hissədən görüşüm. Reportajımız davam edir. Top Rasaneri komandasında. Yeni Ramana komandası təzyiq göstərirdi. Top Rasaneri komandasında. Gözəl hərəkətlər. Qapıya zərbə və blok. Həmlə davam edir. Yenə müdaxilə. Çox təhlükəli nöqtədən cərimə zərbəsi. Hakim Elçən Məmmədovun müdaxiləsi. Rasaneri komandası çox təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək. Canlı səhət təyin olunan məsafə, lazım olan məsafə çəkilməlidir. Oyunun baş hakimi bunu bildirir.
Zərbə qapıcıdan gözəl reaksiya. Tunarın gözəl reaksiyası və 4-cü qola imkan vermədi. İndi isə Rasaneri komandası üçün zərbəsi yerinə yetirir, top yenir amma komandasında gözəl keçid. Oyun davam. Nə baş verir burada? Burada nə baş verir? Bəli. Hakim cərmə zərbəsi ilə Yeni Raman komandasının başlamalı olduğunu bildirir. Müdafiə müdaxiləsi. Top. Demək. Yan xəttdən Yeni Raman komandası. Yenidən yan xəttdən Yeni Raman komandası oyuna başlayan tərəf. Top Rasaneri komandasında və sona qədər mübarizə. Əhsən, yalnız Əhsən. İmkan vermədi onlardan meydanı tərk etsin. Rasaneri komandasının uzun ötürmə. Top yenə Rasaneri komandasında. Son anda müdafiəçinin müdaxiləsi. Yeni Ramana komandası. Zərbə və qapıcıdan gözəl reaksiya. Əks hücum Rasaneri komandası 4-ə 2. Əks hücum. Qapıya zərbə və gol! Golun müəllifi. Ayazın zərbəsi və 4-2. 4-1 üzr istəyirəm. Özür istəyirəm 4-1. Rasaneri 4, Yeni Ramana 1. Hər zaman futbolda belə bir deyim var, vurmayana vurarlar. Çünki az müddət öncə qapıcıdan müdaxilə olmuşdu Yeni Ramana komandasından, amma əks hücumda Rasaneri komandası hesabı artırdı. Daha bir hücum izlədik. Bir dəfə bu hücumdan bir şey nəticə hasil olmadı. Deməli, Yeni Ramana komandası qapıcı Tunar topu meydana daxil edir. Qol axtarışında gözəl zərbə, mükəmməl, sadəcə mükəmməl, düşüncə gözəl. Az-azıq dəqiqlik çatmadı, hesab arasında fərq azalmağı. Rasaneri komandası tələsmir, top içkisi yenə qapıcıdan müdaxilə. Hakim davam etmək lazımdır deyir. Oyun bərpa olunur qaldığı yerdən. Qapıya doğru zərbə. Şiddəti az oldu. Tam istənilən zərbə olmadı. Rasaneri komandası isə tələsmir. Bu hesab onları tam qane edir. Əlbəttə Yeni Raman komandası barışmaz bu hesabla. Asan təslim olmayacaq. Rasaneri komandası qısa ötürmələrlə əks hücum. Qapıya zərbə və Tunardan müdaxilə. Qapıcı Tunar. Yeni Raman komandasının qapıcısı Kiper. Top yenə Tunarda. Yeni Ramana komandası qeyriyə götürmə. Top Rasaneri komandasında. Onlar tələsmir, əlbəttə başa düşüləndir. Gözəl hərəkətlər. Qapıcının nəzarəti ilə top meydanı tərk etdi. İndi isə qapıcı vuruşu. Top Yasində ötürmə istəyi baş tutmadı. Sona qədər əzmkar mübarizə. Əhsən. Amma top Emillər Rasaneri komandası. Gözəl ötürmələr. Son anda müdafiəçi. Gözəl müdaxilə. Amma hücum davam edir. Rasaneri komandası. Qapıya zərbə və az fərqlə top kənarda. 5-ci qol axtarışında. Yeni Ramana komandası qapıcı vuruşu ilə topu meydana daxil edir. Öz komanda yoldaşlarını axtarır. Gözəl ötürmə. Qapıcı müdaxiləsi.
müdaxilə də gözəl. İndi isə Rossoneri komandası, Yeni Roman komandası yenidən topu qazanır. Vaxt ötdükcə onların müdafiəsində bir çox boşluqlar yaranır, çünki onlar hücuma aildə olur, hesabda geridirlər, bu da başa düşüləndir. Rossoneri komandası isə bu fürsətlərdən qapıya zərbə, qapıcıdan ki gözəl müdaxilə. Rossoneri komandası əks hücuma aildə olacağı başa düşüləndir. Yeni Roman komandası daha bir hücumda ötürmə gözəl. Vaxt onların əleyhinə işlər. Gün zərbəsi, müdafiəçilərdən müdaxilə. Alt. Yan xəttdən Yeni Roman komandası oyuna başlayır. Qarşılığı top itkiləri. Gözəl hərəkətlər. Bəli. Təhlükəli hücum. Müdafiəçilərin müdaxiləsi. Dərmə zərbəsi. Komanda yoldaşından edilən ötürmə. Qapıcı əllə müdaxilə etdiyi üçün sərbəst zərbə. Yəqin ki birbaşa olmaz, iki toxunuşlu ötürmə. Hər halda hakim öz göstərişlərində fit. Mənim işarəmdən sonra oyunçulara bildirir ki, yalnız fitdən sonra zərbə. O kim? Yeni Roman komandasının qapısı cərmə zərbəsi. Bu bir ev tapşırığı və müdafiəçilərdən blok, müdaxilə. Düşündə gözəldir, amma Roman komandası müdafiəçiləri də işlərini dəqiq yerinə yetirir. Qapıcı vuruşla top meydana daxil edilir. Yeni Roman komandası və bu cərmə zərbəsidir. Yeni Roman komandası cərmə zərbəsi ilə topu meydana daxil edəcək. Gözəl ötürmə. Sonluq alınmadı. Rossoneri komandasının isə əks hücum. Rəqib komanda azlıqda. Ötürmələr. Qapıcı Tunardan mükəmməl reaksiya. 5-ci qoldan komandasını xilas edir. Oyun davam edir. Hakim bildirir ki, Eşən Məmmədov heç bir cərimə yoxdur. Qapıya zərbə və istənilən vuruş, istənilən zərbə alınmadı. Yeni Roman komandasının bu cəhdi də uğursuz alınır. Rossoneri komandası qol axtarışında qapıya zərbə və Tunar. Təkrar zərbə qeyri-dəqiq. Roman komandası növbəti qol axtarışında. Hesab isə bir daha xatırladıram 4-1. Rossoneri 4, Yeni Romana 1. Mükəmməl, sadəcə mükəmməl. Yeni Roman komandasının qol cəhdi təqdirə layiq. Artıq ikinci cəhdir bu. Komandanın 9 nömrə. Hücum və gol! Qolun müəllifi Məsim Rüstəmov. Onun fəallığı və hesab 4-2. Yeni Roman komandası hesab arasındakı fərqi azaldır. Yəni bu komandanı özünə inamı geri qaytarır. Məsim Rüstəmov çox iddialı, çox inamlı mübarizə aparır. Rossoneri komandası və son anda Yeni Roman komandası oyun qaldığı yerdən bərpa olunur. Baş hakim Eşən Məmmədovun göstərişi ilə Yeni Roman komandası yan xəttdən topu meydana daxil etməlidir. Qısa fasilə başa çatır.
Qısa anlaşılmazlıq. Top yenidən Sen başlasın, topu başlayıp oynuyor. Ya başlamıyor, ya topu öyle. hələ ki Abi. qısa anlaşılmazlıq. O zaman sayacağım, o oyun başlamışım. Sen başla. Rossoneri komandasına top. Oyun bərpa olunur. Rossoneri komandası. Qapıcı Tunar. Yeni Raman komandası qapısı. Yeni Raman komandası. İnamla hücuma doğru irəliləyir. Top. Yan tərəfdən qapı torunu seçələyir. Rossoneri komandası xırda ötürmələr, gözəl ötürmələr, qısa ötürmələr. Hücum davam edir. Qapıya zərbə və Tunardan gözəl müdaxilə. Hesabın artmasına imkan vermir. Qapı tirindən hətta. Top itkisi Rossoneri komandasında indi yenidən Yeni Raman komandası topu qəbul edir. Gözəl hərəkətlər, mükəmməl. Top itkisi, anlaşılmazlıq. Top yan xətt. Üçüncü xəttindən. Əslində baxımlı bir hücum izləyə bilərdik. Yeni Raman komandası. Topu oyuna daxil etdi qapıcı vuruşu ilə. Rossoneri komandası dərhal topu qazanır. Müdafiəçilərdən müdaxilə. Həmlə davam edir. Qapıya zərbə Tunardan gözəl reaksiya. Rossoneri komandası təzyiqlərini davam etdirir. Qapıya zərbə. Az fərqlə top. Yan keçir. Cərmə zərbəsi. Cərmə zərbəsi Rossoneri komandası. Cərmə zərbəsi ilə Yeni Raman komandasının təzyiq göstərir, topu qazanmağa çalışır, amma yaxşı çıxırlar buradan Rossoneri komandası. Türmələr gözəl az geriyə düşür. Müdafiəçilərdən inamlı müdaxilə. Top meydanı tərk etməyib. Oyun davam edir. Çox gərgin mübarizə izləyirik. Qapıya zərbə və qapıcı. İki həmlədə də olsa Tunar topu qəbul etməyi bacarır. Yeni Raman komandası hesabla barışmaq istəmir. Başa düşüləndir. Əlbəttə hər iki komanda qələbə əzmi ilə mübarizə aparır. Qapıya zərbə. Yeni Ramana komandasının hücum cəhdi. Ay. Nə baş verdi burada? Rossoneri komandası əks hücum istəyi də baş tutmadı. Boş qapı. Sonluq alınmadı. Yeni Raman komandası qol axtarışında. Ötürmə gözəl. İstənilən zərbə alınmadı. Rossoneri komandası tələsmir. İki fərqlə. İki top fərqi ilə irəlidə. Top itkisi, top Yeni Ramana komandasına mükəmməl hərəkətlər Məsimdən. Hakimsə davam etməsini bildirir. Yeni Raman komandası hücum cəhdi. Qəşəng Sabir, qəşəng, super. Sabirdən gözəl zərbə və qapıcıdan gözəl müdaxilə. İki gözəl hərəkət. 4-2. Rossoneri komandası qələbəyə daha yaxındır. Yetərli bir. Top itkisi. Çox gərgin mübarizə izləyəcək bu dəqiqələrdə. 4-2. Rossoneri komandası Yeni Raman komandası üzərində qələbə qazanır, amma mübarizə hələ ki davam edir. Top Məsimdə. Gözəl hərəkətlər, qapıya zərbə və gol! Golun müəllifi Nizat Rüstəmzadə 4-3. Nizat Rüstəmzadə mükəmməl zərbə. 4-3. Oyunda intriqa bərpa olunur. Qızlı balası Nizat. Nizatın zərbəsi. Yeni Ramana komandası. Əvvəlcədən demişdik ki, asan təslim olmaq niyyətində deyil. Hər iki komanda mükəmməl oyun nümayiş etdirir. Rossoneri komandası artıq həyəcan təbili.
hesabda irəli olsalar belə ard-arda 2 top. 4-1-dən 4-3-ə. Top Məsimdə Yeni Roman komandası. Qapıya zərbə, az fərqlə. Gərgin dəqiqələr, həyəcanlı dəqiqələr, oyunun sonlarına yaxın temp diqqətdə. Rasaneri komandası hələ ki tələsmir. Təzik, Şesin, Məsimdən Wrestling. Emilin ötürməsi Rasaneri komandası qol axtarışında. Alt əl dəyişir. Düzün yerinə yetirilmədi. Hakimiz Oy. Akrobatik cəhd Məsimdən baş tutmadı. Rəqib müdaxilə etdi. İndi isə yan xəttdən Yeni Ramana komandası bərabərlik qol axtarışında. Qapıya zərbə. Həmlə gözəl, hücum gözəl. Zərbə qeyri-dəqiq. Yeni Ramana komandası əzmlə, inamla irəliləyir. Rasaneri komandası da üstünlüyü əldən vermək niyyətində deyil. Bəli, Yeni Ramana komandası qapı tutunar yeni hücumu. Sürpriz qapısının üzərinə. Top Emildə. Emilin ötürməsi komanda yoldaşına. Rasaneri komandasının həmlə hücumu davam edir. Yeni Raman komandasında top yan xəttdən. Uzun ötürmə. Əsmin müdaxiləsi yetərli olmadı. Top Yeni Raman komandasında. Cərmə zərbəsi. Oyunun hakimi Elşən Məmmədovun işarəsi ilə cərmə zərbəsi. Qardaşlar, Birlik Liqası səhifəmizdə, YouTube səhifəmizdə də var. Link paylaşılacaq. Baxa bilərsiniz. Qapıya zərbə və gol! Qolun müəllifi Rüfətin zərbəsi və hesab 5-3. Hat-trick, 3-cü qol. Ümumi hesab 5-3. Rasaneri 5, Yeni Ramana komandası 3. Yeni Raman komandası hesabla barışmaq istəmir. Həmlə davam edir. Mübarizə davam edir. Hakim isə heç bir şeyin olmadığını bildirir. Bir daha bildirirəm qardaşlar. Birlik səhifəsində, YouTube səhifəmizdə, TikTok səhifəsində canlı yayımız davam edir. YouTube səhifəmizdə də Birlik Liqası YouTube kanalımızda baxa bilərsiniz oyuna. YouTube kanalımızda qapıya zərbə. YouTube kanalımızda Birlik səhifəsində. Sabir. Qapıya zərbə. Çox az müddət maçın başa çatmasına Elşən Məmmədov oyunun baş hakimi cərmə zərbəsini təyin edir. Yeni Raman komandası. Hələ ki mübarizə davam edir. Qeyri-dəqiq zərbə. 2 top fərqi ilə Rasaneri komandası Yeni Raman komandasından irəlidə, yəni qələbə daha yaxın. 500 pressing top itkiləri bu dəqiqələrdə. Rasaneri komandası hücum qol axtarışında. Ötürmələr. Son anda müdafiəçilərin müdaxiləsi. Həmlə davam edir. Emilin ötürməsi. Gözəl düşüncələr, gözəl, amma sonluq alınmadı. O deyil. Uzun ötürmələr hələ ki uğursuz alınır. Tunar. Qısa ötürmələr. Top Məsimə doğru ötürülür, amma müdafiəçilər ayıq davranır.
Yeni Rama komandası qol axtarışında. Top Raseneri komandasında. Qarşılıqlı top itçiləri. Tamam müsabatın düzülməsi. Raseneri komandası qapı xəttindən oyuna başladı. Gələcəyin ulduzları. Raseneri komandası qələbəyə çox yaxınlaşıb. Oyunun bitməsinə az müddət qalıb. Hər iki komanda gözəl bir vaxtda oyun nümayiş etdirdi və oyunun final biti. Reportajımız bununla başa çatır. Növbəti oyunlarda hər iki komandaya uğurlar.